Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve ala aleyhi ve sahbihi ecmain amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Ey insanlar! İnsan bu dünyada çok şeyi sever. Malı, evladı, dostu, evi, rahatlığı. Lakin qəlbdə en büyük sevgi yalnız Allah'a məxsus olmalıdır. Çünkü qəlb Allah'tan başkasına bağlandıkça zəifləyər. Allah'a bağlandıkça dirilər. Allah Subhanahu wa Taala buyurur: İman gətirənlərin Allah'a olan sevgisi isə daha qüvvətlidir. Əl-Bəqərə surəsi 165-ci ayə. İbn Kəsir rahimehullah bu ayənin təfsirində deyir: Möminlərin Allah'a sevgisi müşriklərin ibadət etdiyi bütlərə olan sevgisindən qat-qat güclüdür. Çünki mömin Allah'ın nemətlərini, rəhmətini və kamal sifətlərini tanıyır. Sələf Allah'ı kör-körənə sevmirdi. Onlar Allah'ı tanıyaraq sevirdilər. Çünki kim Allah'ın adlarını, sifətlərini tanıyarsa, onu sevməməsi mümkün deyil. Allah'ı tanıyanın qəlbi dəyişər. Allah Azze ve Celle buyurur: Ən gözəl adlar Allah'a məxsusdur. Ona o adlarla dua edin. Ərraf surəsi 180-ci ayə. Sələflər hər biri adı öyrənəndə qəlbləri titrəyirdi. Ər-Rahman, sonsuz mərhəmət sahibi. Əl-Qafur, günahları bağışlayan. Əl-Lətif, qullarını incəliklə lütf edən. Əs-Səmi, hər səsi eşidən. Əl-Bəsir, hər şeyi görən. İbn Əl-Qayyim rahimehullah deyirdi: Allah'ın adlarını tanımaq sevginin qapısıdır. Qəlb Rəbbini tanıdıqca ona məhəbbəti artar. Sahabələrin Allah sevgisi. Sahabələr Allah'ı elə sevirdilər ki, dünya onların gözündə kisilirdi. Bir gün Bilal ibn Rabaha radiyallahu anh ölüm yatağında idi. Həyat yoldaşı dedi: Vay kədərimə. Bilal isə dedi: Xeyr, sabah sevdiklərimə qovuşacağam. Muhammed sallallahu aleyhi ve sellem və onun sahabələrinə. Bu sözü deyən insan ölümə yox, Allah'a qovuşmağı sevinirdi. Quran onları necə dəyişirdi? Allah Azze ve Celle buyurur: Möminlər o kəslərdir ki, Allah'ı zikr etdiyi zaman qəlbləri titrəyər. Ənfal surəsi 2-ci ayə. Ət-Təbəri rahimehullah deyir: Yəni Allah'ın əzəməti onların qəlbində o qədər böyüyər ki, zikr ediləndə qəlbləri qorxu və sevgi ilə hərəkətə gələr. Sələf Quran oxuyanda sadəcə səs çıxarmırdı. Onlar ayələrlə yaşayırdılar. Əbu Bəkir radiyallahu anh göz yaşları. Əbu Bəkir Əs-Siddiq radiyallahu anh Quran oxuyanda çox ağlayardı. Hətta müşriklər belə onun səsini eşidib təsirlənərdilər. Niyə? Çünki o bilirdi ki, bu sözlər aləmlərin Rəbbinin sözləridir. Ömər radiyallahu anh gecələri. Ömər ibn Xəttab radiyallahu anh bir ayəni oxuyanda günlərlə xəstə kimi qalırdı. Bu ayə idi: Rəbbinin əzabı həqiqətən baş verəcəkdir. Ət-Tur surəsi 7-ci ayə. Bir ayə onun günlərlə ağladırdı. Bəs biz neçə dəfə Quran oxuyuruq, amma qəlbimiz tərpənmir. Həsən Əl-Bəsri rahimehullah deyirdi: Kim Allah'ı tanıyarsa onu sevər. Kim dünyanı tanıyarsa ondan üz döndərər. O həmçinin deyirdi: Möminin qəlbi iki qanad arasındadır. Biri Allah sevgisi, digər Allah qorxusu. Sevgi tək başına kifayət deyil. Qorxu olmadan insan arxayınlaşar. Qorxu tək başına olsa ümidsizləşər. Sələf bu iki qanadı birlikdə daşıyırdı. İmam Əhməd rahimehullah Quranın məxluq olmadığını dediyi üçün zindana atıldı, döyüldü, işgəncə gördü. Ona dedilər: Bir söz deyə azad ol. Dedi: Mən Allah'ın dinində batil söz demərəm. Bu nə idi? Bu Allah sevgisinin nəticəsi idi. Çünki sevən insan
sevdiyini qəzəbləndirəcək söz deməz. İbn Teymiyyə rahimehullah həbsdə olarkən dedi: "Düşmənlərim mənə nə edə bilər? Mənim cənnətim qəlbimdədir. Hara getsəm mənimlədir. Həbs mənim üçün xəlvətdir. Sürgün səyahətdir. Öldürülmək isə şəhadətdir." Bu sözləri deyən insanın qəlbi Allaha bağlanmışdı. Dünya onu sındıra bilmədi. İbn Əl-Qayyim rahimehullah deyirdi: "Dünyada elə bir cənnət var ki, ora girməyən axirət cənnətdə də tam mənası ilə girə bilməz." Soruşdular, o nədir? O dedi: Allahı tanımaq, onu sevmək, onu zikr etmək, o zikri ilə rahatlıq tapmaq. Musa aleyhissalam Tur dağına çağırıldı. Allah azə və cəllə buyurur: Musa tayin etdiyimiz vaxtda tələsərək gəldi. Taha surəsi 83-cü ayə. İbn Kəsir rahimehullah deyir: Musa Rəbbinə qovuşma şövqünə tələsmişdi. Sonra Musa dedi: Ey Rəbbim, özünü mənə göstər. Ər-Rəf surəsi 143-cü ayə. Bu Allahı görmək arzusu idi. Müminin ən böyük arzusu da budur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Cənnət əhli üçün ən böyük nemət Allahın üzünə baxmaq olacaq. İmam Müslim rivayət etmişdi hədisi. Sələf Allahı necə anırdı? Onlar boş vaxtlarını zikirlə doldurardılar. İbn Məsud radiyallahu anh deyirdi: Qəlblərin həyatı Allahı zikrindədir. Həsən Əl-Bəsri rahimehullah deyirdi: Zikirsiz qəlb susuz torpaq kimidir. Onların dilləri daima belə idi: Subhanallah, elhamdülillah, la ilahe illallah, Allahu akbar, estağfurullah, Allahumma məğfirli, estağfurullah, əttəbə ileyhi. Bu sözlər onlar üçün sadəcə zikir deyildi, həyat idi. Bir nəfər Rabiə ibn Hüseym rahimehullahın yanına gəldi. Dedi: Mən Allahı sevdiyimi iddia edirəm. Rabiə dedi: Sevgi iddia ilə deyil, itaətlə ölçülür. Sonra bu ayəni oxudu. De, əgər Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah sizi sevsin. Ali-İmran surəsi 31-ci ayə. İbn Kəsir rahimehullah deyir: Bu ayə Allah sevgisini iddia edən hər kəsi üçün imtihandır. Kim Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olarsa, sevgisi doğrudur. Niyə bizim qəlbimiz sərtləşir? Sələf deyirdi ki, qəlbi öldürən 5 şey var. Çox danışmaq, çox yemək, çox yatmaq, günahları yüngül görmək, Allaha az zikr etmək. İbn Əl-Qayyim rahimehullah deyirdi: Günah qəlbdə qara nöqtədir. Tövbə edilməzsə, bütün qəlbi örtər. Allah sevgisinin əlamətləri. Sələf özlərini belə yoxlayırdı. Namaza can atırsanmı? Quran oxuyanda rahatlıq tapırsanmı? Günah edəndə qəlbin sıxılırmı? Salihləri sevirsənmi? Boş məclislərdən uzaqlaşırsanmı? Əgər bunlar varsa, qəlbdə Allah sevgisinin izi var. Ey insan, bu dünya keçəcək. Gözəllik solacaq. Mal qalacaq, dostlar ayrılacaq, bədən torpağa dönəcək. Lakin Allah sevgisi səninlə qəbrə girəcək. İbn Teymiyyə rahimehullah deyirdi: Qulun qəlbində Allah sevgisindən daha şirin, daha ləzzətli, daha rahat bir nemət yoxdur. Allahım, qəlblərimizi sənə bağla. Allahım, bizə səni sevməyi, sənin sevənləri sevməyi və sənin sevgine yaxınlaşdıran əməlləri sevməyi nəsib et. Allahım, Quranın qəlbimizin nuru et. Allahım, bizi sahabələrin, tabeyin və salih sələfin yolu üzərində sabit et. Allahım, son nəfəsimizi La ilahe illallah kəlməsi ilə al və bizi öz razılığınla qarşıla. Allahümə əmin. Allah azə və cəllə bizləri eşidib faydalan qullardan etsin. Allahümə əmin.